Salam, hörmətli izləyicilər. Zəhmət olmasa bu videonu bəyənin. YouTube kanalımla onca daha çox şəxsin xəbər olsun. Yanvar ayının 1-dən 2026-cı ildən sosial yardım artacaq, maaşlar azalacaq. Niyə belə olacaq? İndi bu barədə mən hukukdan sahədə məlumat verəcəm. Amma əvvəlcə digər məlumatı vermək istəyən hörmətli izləyicilər. Deməli, mən noyabr ayının əvvəlindən artıq geri açıram. İnsanlar əgər hüquqi yardım göstərmək üçün indi hazırda online göstərilən özüm şəxs olduğuma görə, yəni arabasında olduğuma görə artıq əyani şəkildə sizinlə görüşə biləcəm. Və noyabr ayının axırına qədər güzəştli kampaniya elan edirəm. Deməli, YouTube kanalına abunə olan şəxslər üçün tərəfindən hüquqi məsləhətin verilməsi 10 manat, ərizələrin yazılması 30 manat olacaq. Normalda ərizələrin yazılması 50 manatdır. Hörmətli izləyicilər, kampaniyadan yararlana bilərsiniz. Beləliklə keçən mövzuya, amma əvvəlcə bir xahişdə eləmişdim. Hörmətli izləyicilər, mən hazırladığım dünən 40 tanımış əlbəyə haqqında kitabı satıram 20 manata. Maraqlı kitabdır, motivasiyadır. Bəyənin qoy hamı bilsin. Beləliklə keçdim mövzuya. Niyə sosial yardım artır, maaşlar azalır? Ona görə ki, dövlət vətəndaşları 7 il müddətinə yəni vergi ödəməkdən azad eləmişdir. Söhbət gedir gəlir vergisinə, hörmətli izləyicilər. Nəzərəm, digər vergilərdən yox. Yəni, özəl sektorda əmək haqqı vergisindən söhbət gedirdi. Hörmətli izləyicilər. Bu əsas məsələdən biridir. Artıq həmin azad olmanın müddəti yanvar ayının 1-dən bitir. Bu deməkdir ki, qabaq azad edilmənin həvəzində insanlar 200 manata qədər maaş alırsa, sosial fonda 3% ödəniş edirdi, qalanını şirkət edirdi. 200 manatdan yuxarı və ondansa 10% ödəniş edirdi. Hörmətli izləyicilər, nəzərəm. Artıq burada bir dəyişiklik olur. Nə dəyişiklikdir onu qeyd edim. İndi deyək ki, yanvar ayının 1-dən demək 2500-ə qədər kim maaş alırsa 3% gəlir vergisi ödəyəcək. 2500-dən yuxarısa 14%. Amma həmin sosial fonda 10% azad olmadan söhbət edilmir. Yəni həmin 10% ödəyəcəksiniz. Həmin 3%-dən 14%-ə qədər. Hörmətli izləyicilər. Eyni zamanda onu deyin ki, minimum ehtiyac meyarı artdığına görə, yəni yanvarın 1-dən 300 manat olduğuna görə sosial yardım avtomatik artır. Eyni zamanda əmək haqqından vergi veriləcəyə görə əmək haqqı azalır. Azaldığına görə daha çox sosial yardım artmalıdır. Hörmətli izləyicilər. Həmin 15 manat olduğu artıq, həmin əmək haqqından nə qədər vergi verirsinizsə, o qədər azalır əmək haqqı və həmin məbləğ